Betonu sürüp dökəyin. Bu iştibahtır. Bizə gəlir betonu sürüp döksək, özü gedəcək betonumuz saat 11-də, 12-də paradayken naharın özüsünə çıxacaq. Bu bahis olacaq 12 saat əvvəl ki betonun zamanı təlayisidir bəray istihkam beton və betonun suyunun təbdil olmağına düşəcək o naharın istisinə və bu betonumuz sədlərdə tərək yiyəcək və müqavimət aşağı olacaq. Bəli betonu yayda yazacaq, məsələn saat 3:30-dır. 3:30-da başlasaq, gedib saat 6-7-də qutaracaq və bizim betonumuzun 12 saat əvvəli ki mühümmidir gedəcək üzü sərinə sarı, gecəyə sarı. Şimdi bunu da ərziyim xidmətdə ki, betonu istəyirsiniz ki tərək yeməyə və betonumuz müqavim ola yayda yazda hətmən qəbl edin ki betonu dökəcəyik ki almatlarımıza, qaliblərimizə su verin ta biraz konek olsun. Bir də ki o daşlarlar ki işlənir betonumuzda onlara da bir su verəcəyiz ki ta bu betonumuzun istisinin qabağını alsın. Və beton riz və rəvan konəndədən də hətmən istifadə edin. Və betondan sonra da hətmən 1 saat betondan sonra başlayın su verməyə. Su da be surəti məhvaşi verin ya aram verin. Bir də bu mühümdür ki 1 saat bəd az beton su verdiniz, gəlin hər 3-4 gün əvvəldən hər 1 saatdan bir yenə də bir su verin. Və istəsəz əgər bu müqavimət betonumuzla yağ qəşəng yola, üslubumuzla tətbir olub getməyə, bir dənə betonumuzun üstünə bir küləkdən ya şal təlislərdən verəyin ki, müstəqim gün şağmasın üstünə və suyu tez təbdil olmasın və tərəş zad da götürməsin.